Axşamın xeyir. Sən nənəmi, axşamın xeyir. Sayəndə nə səhərin, nə də ki, axşamım xeyir olmadı. Nə olub yenə? Niyə beləsən? Məndən xəbərsiz nəyə razılaşmısan? Niyə razılaşmısan ki, mən psixoloqa gedəcəm? Mənim psixoloqa ehtiyacım var. Neyniyim, hə? Bax, neyniyim? Getdiyin yerdə cəmaatın yanında özü şübhəli aparırsan, adamlar da narahat qalır. Burada nə var ki? Necə nə var? Bir də psixoloqa getməkdə nə qəbahət işi var ki? Yaxşı, mən psixoloqa gedib nə deyəcəm? Deyəcəm ki, mənim gələcək qaynatamla anam sevgilidir, mənə bir çıxış yolu göstər. Nə deyəcəm? Vəfa, bəsdir. Qızım, mən səndən xahiş edirəm, bəsdir. Əziyyət verirsən mənə. Xahiş edirəm, bircə dəfə get və salam. Gedərəm, yaxşı, dincəl. Nə qədər məni incidəcəksən sən? Yorulmuşam, yorulmuşam. Gedirsən? Hə, Yaxşı. Dərslərini yaxşı oxu, yaxşı mən balam. yaxşı, sağ ol. Hələ bir, sağ ol. Burak, sənsən? Sabahın xeyir. Sabahın xeyir. Xeyir ola, səhər tezdən. Heç elə belə gəldim. Murada baş çəkim görüm necədir. Yaxşıdır, elə indi çıxdı. Ha, gördüm, çöldə gördüm, danışdım. Gör qulaq as. Mən Muradla ətrafda danışdım. Hər şeyi başa saldım ona. Yəni, mənə elə gəlir ki, başa düşdü. Çox sağ ol. Dünən gəlib üzr istədi məndən. Çox sevindim. Emin edirəm ki, bütün işlərimiz belə rahat həll olunar, qayıdıb gələr. Anar, unutma. Alınmayacaq. Mən öz gözümlə gördüm videoda. Sən deyirdin ki, onları heç vaxt atmayacaqsın. Gör qulaq as mənə, gülmənir. Bax. Mən öz şirkətimi yaratmışam. Bəzi maliyyə problemlərim var. Mən gərək onları həll edeyim ki, ondan sonra qayıdıb gələ bilim. Ondan sonra rahat boşana bilim. Mənim əlimdə heç nəyim olmayacaqsa, mən necə qayıdıb gələ bilərəm, bax bura? Heç nəyim olmayacaqsa, mən qayıdıb gəlib necə dəstək olacağım sizə?
Hamısı boş bəhanələrdir, hamısı. Nigar. Mən daha sənə inanmıram, Anar. Bu illər ərzində bilirsən neçə dəfə eşitmişəm bu sözləri səndən. Yorulmuşam mən. Yorulmuşam da. Mənə inanmırsan, amma Turala inanırsan, hə? Hə. Çünki Tural mənə yalan danışmayıb. Neyse, tələsirəm mən. Gedək. Ha, neyini bildin? Məsələ nə yerdədir? Heç ata. Araşdırıram. Hər şeyi özüm bir-bir yoxlayıram. Bütün sənədləri, rəqəmləri, şirkətə gəlirləri və çıxarları tutuşdururam. Sən dediyin kimi baş mühasiblə də danışdın. Nə dedin? Ata, sən xəstə olanda o vaxtı Anar şirkəti tamamilə özü tək idarə eləyəndə bəzi müqavilələr imzalayıb. Yəni şirkətdən çoxlu sayda pul köçürdü bəzi məsələlər üçün. Heç birinin də əsaslı səbəbi yoxdur. Çox şübhəlidir. Ona görə də biz indi bunu araşdırırıq. Ha, mən şübhələnirdim ondan. Anar bizim əlimizin altından çox işlər görüb. Mənim xəstəliyimdən, sənin burada olmamağından istifadə edib çox yaxşı işlər görməyib o. Şübhələnəndə haqlıymışsan demən ata. Böyük ehtimalla bu sənədlər saxtadır. İndi mən bayaq özünə təklif elədim ki, dedim gəl bəzi sənədləri bir yerdə baxaq, bir yerdə yoxlayaq. Nə dedin? Heç nə. Dedi, əlimdə vacib sənədlər var. Onlarla məşğul oluram. Gedim o işlərimi həll eləyim, gələcəm. Nəsə də mən hiss elədim ki, məni yola verdi. Özü də telefonla danışırdı kimlənsə, aradan çıxdı, getdi. Amma bütün vacib işlər, sənədlər hamısı mənim əlimdədir. Hansı sənədlərlə məşğul ola bilər ki? Yalandan deyir. Olamaz. Sən mühasibdən də danış, auditə də de. Deməli, şirkətdən mədaxil olan pulları da günlər bu zamanlarda, bu vaxtlarda mədaxil olan pullar, xaric olunan pullar hamısını son qəpiyinə qədər hesabla. Heç nə, eşitsən məni? Heç nə, xırda detallar belə nəzərdən qaçmamalıdır. Mən onu ifşa eləyəcəm. Yəni. Narahat olma, tə. Hər şey yaxşı olacaq, amma sən əsas odur ki, bunu ürəyivə salma, çox fikir eləmə. Yox, narahat olma. Mən Anarın boğazını üzməyənəcəm. Can verməyəcəm. Nə pis işə düşmüşəm mən. Yəni mənim xoşbəxt olmağa haqqım yox idi. Bəlkə Tural'la danışım. Tural'la danışım. Birdən qız ağzından nəsə qaçırdar, biabır olaram. Tural, deyəsən səni narahat elədim. Yox, narahat olma, heç bir narahatlığı yoxdur, deyil. Əslində sənə bir işim düşüb, amma heç bilmirəm necə deyim. Rahat ol, deyil. Mənim qızım Vəfa son vaxtlar çox əsəbidir və bu da onun
nişanlısı İlkinlə aralarında bəzi problemlərin yaranmağına səbəb olur. Yəni belə başa düşdüm ki, onun əsəb olmağına səbəb İlkindir. Yo. İlkin çox yaxşı insandır və İlkin əksinə ona çox yaxşı təsir göstərir. Sadəcə Vəfanın əsəbi olmağı, bax o da onların münasibətinə mənfi təsir göstərən. Yaxşı, bəs problem nədir? Elə mənim də bura gəlməyimə səbəb odur ki, istəyirəm sən Vəfa ilə bir danışasan. Daha doğrusu nişanlısı İlkin təkid edir ki, Vəfa psixoloqa görünsün, probleminin nə olduğunu aydınlaşdırsın. Vəfa sənin yanına gələ bilər. Əlbəttə gəlsin, əlimdən nə gəlirsə eləməyə hazıram. Lap gözəl, amma əsas bir səbəb var ki, Tural, Vəfanın problemi nədirsə, istəyirəm birinci sən onu mənə deyəsən. Yəni, nişanlısı İlkinlə Sevildən əvvəl mən bilməliyəm. Leyla, incimə, amma sənə bir söz deyim. Mənə elə gəlir ki, sən məndən nəsə gizlədirsən. Nə mənada? Bax, deyirsən ki, qız əsəbidir. Və mən belə başa düşdüm ki, elə ətrafında problem yaranmasının səbəbi də onun əsəbi olmasıdır. Və o ki, sən mənə səbəbi de ki, mən də əlacını tapım. Leyla, Vəfanın əsəbi olmasına səbəb nədir? Tural, Vəfanın heç bir psixoloji problemi yoxdur. Sadəcə elə şeylər var ki, mən sənə deyə bilmirəm. Çox xahiş edirəm, danış onunla. Yəni, özü ilə bağlı məsələ deyil. Gəl. Salam. Salam. Olar. Hə, buyurun. Usta, biz də söhbətimizi bitirmişdik. Doktor, bir şey var, onu danışmaq istedim sizlə. Əyləşin. Buyurun. Yok, öyle bir şey değil. Yo, əyləşin. Nə var, yenə nəyə gəlmirsən? Nə istəyirsən? Neyini gördüm, geldi sen kabinetinə, geç çıxdım. Ürəyim dözmədi, gəldim. Sən dəlisən, xəstəsən, sən məni güdürsən. Qısqanıram da, başa düş. Bəsdir. İstəmirəm hansı bir qadın sənin yanında fırlansın. Özdə ərsiz qadındır, nə desən olar. Bax, indi tam əmin oldum ki, sən doğrudan da ruhi xəstəsən. Sənin başın çatmış. Məni özümdən çıxartma, xahiş edirəm səndən. Dur, çıx bayra. Tural, başa düşmürsən. Başa düşmürəm. Mən səni başa düşmürəm, düşmək də istəmirəm. Sonra. Yaxşı, onda qəbul edək. Axşam görüşək. Vacib bir söhbətim var səndən. Daha söz verəm, ondan sonra çıxıb gedəcəm. Bir də gəlməyəcəm buralara. Amma mütləq görüşək də axşam, yaxşı? Yaxşı. Həmin kafedə görüşərik, danışarıq. Amma əl çək dayı məndən. Hələlik. Axşam görüşərik. Salam Leyla, necəsən? Biz təcili görüşməliyik. Salam hakim. Axı biz danışmışdıq. Çox vacib məsələdir. Vəfa ilə İlkinlə əlaqədardır.
Yaxşı. Əla, bir saatdan sonra gözləyəcəm səni həminki yerdə. Nigar, dünənki tapşırıqlarla bağlı təkliflərdir. Aç bax, hansını bəyənsən, blogerlərlə danışıb, onlar reklam işi ilə məşğul olsunlar. Çox sağ ol Tural. Əlimdəki işi bitirim, bir-bir hamısına baxacağam, yaxşı? Tural, nəsə olub? Nəsə sözdə adam oxşayırsan. Nigar, axı biz danışmışdıq ki, hər şey yaxşı olacaq, biz bir yerdə olacaq, amma indi... Tural, sən bilirsən axı. Murad sənin qarşı işçisidir. İndi yeridir bu. Bilirəm. Amma sən də məni başa düş, nə olar? Mənə də çətin. Kəşki tez qərar verərdim. Onda Muradla da aramız yaxşı idi. Bilirsən, heç nə göründüyü kimi asan deyil. Qoy biraz Muradın hirsi soyusun. Yenə də oturarsınız ondan, danışarsınız. Ünsiyyətinizi bərpa eləyərsiniz. Vallahi mən nə deyim, mən əlimdən bundan başqa heç nə gəlmir indi. Başqa əlacımız yoxdur, gərək gözləyək də. Yaxşı deyir. Nə deyə bilərim ki, qoy bir dəfə də sən deyən olsun. Gözləyək. Mən gedim. Görüşürük. Salam oğlum. Salam ata. Necəsən? Dərslər necə keçdi? Yaxşıyam, elə dərslərim də yaxşı keçir. Keyfim olanda dərslərimi yaxşı oxuyuram. Müəlliməyə də yaxşı cavab vermişəm. Gedirəm. Bax, mən də buna görə istədim sənə təşəkkür edeyim. Eşitdim ki, anamdan aranı düzəltmisən, üzr də istəmirsən. Çox sağ olun. Hə, özümü pis hiss eləyirdim ata. Amma anamdan üzr istəyəndən sonra ürəyim rahatlandı. Yanıqla gördüm. Ürəyimsin, ürəyim, ağıllı balamsan mənim. Baxsan belə yaxşı olanda mən də yaxşı oluram. Gör nə deyirəm. Gəl gedək indi ata-bala ikimiz oturaq, bir yemək yeyək. Sonra da aparım səni evə, ha? Gedək. Gedək, gəl. Salam, necəsən? Sağ ol. Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam, çox sağ ol. Gedək? Bir dənə anamla danışmaq istəyirəm. Otağında da yox idi, narahat qalmışam. Həm getməyimi demək istəyirəm. Danış da danış. Zəng elə. Götürmür. Yox. Bir dənə də yığacam. Niyə əsəbləşirsən? Nə olub? Niyə yox deyə yerində, ona əsəbləşirəm də. Ay, yəqin düşüb burada bufetdə çay içir də. Nə olacaq ki? Klinikadadır da. Gəl, gedək, gəl.
Vəfadır. Niyə cavab vermirsən? Qalsın, sonra danışaram. Leyla, mən çox ciddi bir məsələ barəsində sənə danışmaq istəyirəm. Vəfadan, onun vəziyyətindən çox narahatım. Leyla, sən mənə açığını de. Bəlkə Vəfada nəsə problem varsa olarında. Başa düşə məni, incimə. Nəyə görə deyirəm? Əgər nəsə bir problemi varsa, biz onu indidən həll eləyək. Nə də kömək lazımdır, mən candan başla hazıram. Hakim, mən istəmirəm ki, İlkin evlənən kimi problemlərlə üzləşsin. Əgər mənim uşağımın nəsə bir xəstəliyi, nəsə bir problemi olsaydı, birinci ilə mən özüm ondan məşğul olardım. Leyla, qurban sənə, burada inciməyin yeri yoxdur. Mən yaxın adam kimi, doğma adam kimi deyirəm. Mən səndən incimirəm. Niyə inciyim ki səndən? Mən də sənə deyirəm ki, mənim uşağımın heç bir problemi yoxdur. Sən də o gözəlçi arvadının sözünə aldanıb durub mənim üstümə gəlmə. Leyla, bu sivilin yeri deyir axı. Amma ciddi söhbət edirəm səndən. Mən də səndən ciddi danışıram. Mənim uşağımın heç bir problemi, heç bir xəstəliyi yoxdur. Əgər olsaydı da belə, hamıdan əvvəl elə birinci sən bilərdin. Sadəcə insandır da, toy qabağı həyəcanlanıb, gərginləşib. Bu normaldır, zamanla ötüb keçəcək. Əsəbləşmə, yaxşı. Səhv elədin, üzr istəyirəm, bağışla. Vəfa xanım, hər şey sizin öz əlinizdədir. Bu çətinlikləri, bu maneələri dəf eləmək gücündəsiniz siz. Sadəcə özünüzə inanmalısınız. Birinci növbədə özünüzə inanın. Bax, özünüzə inansanız hər şeyi əldə edəcəksiniz. Hə, bir də istirahətə vaxt ayır. Dinclik bütün problemlərin həlli yoludur. Çox sağ ol. Hər şeyə görə çox sağ ol. Siz sağ olun. Mən sizə inanıram. Heç nəyə görə narahat olun. Sağ ol. Sağ ol. Nə oldu Vəfa? Heç nə. Dedi ki, biraz dincəlməlisən, gərginsən. Dincəl də. Hə, yəni özünə inan, sən güclüsən. Bütün psixoloqların dediyi sözlərdən. Əsas odur ki, hər şey yaxşıdır. Hər şey qaydasındadır, düzdür? Ciddi bir şey yoxdur ki. Yox. Çox şükür. Neyniyək? Bəlkə gedək harada oturaq? İstəyirsənsə gedək. İstəyirəm. Gedək? Nigar, axı biz danışmışdıq ki, hər şey yaxşı olacaq, biz bir yerdə olacağıq, amma indi... Tural, sən bilirsən axı. Murad sənin qarşı işçisidir. İndi yeridir bunun.
Bilirəm. Amma sən də məni başa düş, nə olar? Mənə də çətindir. Kəşke tez qərar verərdim. Onda Muradla da aramız yaxşı idi. Bilirsən, heç nə göründüyü kimi asan deyil. Qoy biraz Muradın hirsi soyusun. Yenə də oturarsınız ondan, danışarsınız, ünsiyyətinizi bərpa eləyərsiniz. Vallahi mən nə deyim, mən əlimdən bundan başqa heç nə gəlmir indi. Başqa əlacımız yoxdur, gərək gözləyək də. Buyurun gəlin. Sevim xanım, buyurun, buyurun. Əyləş. Salam doktor. Bir daha sağ ol. Necəsiz? Mən yaxşıyam, siz necəsiz? Şükür. Bilmirəm heç necə başlayım sözümə. Rahat olun, buyurun. Necə danışım ki, məni düzgün başa düşəsiz. Rahat olun, buyurun, eşidirəmiz. Əvvəla istəməzdim ki, mənim gəlişimi kimsə bilsin, kimizdən başqa. Rahat olun, əmin olun ki, heç kim bilməyəcək. Bilirəm ki, biraz əvvəl gəlinin Vəfa sizin yanınızdaydı. Elədir. Bu qız axır vaxtlar özünə qəribə aparır. Onda anayam, narahat oluram. Elə ona görə sizdən soruşmaq istəyirdim ki, bir problemi yoxdur ki. Başa düşürəm, peşə etikası deyilən bir şey var. Siz onu qoruyursunuz. Çox gözəl, amma bir valideyn kimi, bir ana kimi sizdən xahiş edirəm. Əgər bir problemi varsa deyin, biz də bilək. Onu həll eləməyə çalışaq bərabər. Sevil xanım, ümumiyyətlə mən pasiyentlərimlə aramda olan söhbəti başqa birinə danışmıram. Yəni bu düzgün deyil. Amma sizin də ürəyinizi rahat eləmək mənim borcumdur. Çox sağ olun. Baxın, bu qədər şişirdiləcək bir şey yoxdur. Əslində Vəfanın elə bir problemi yoxdur. Sadəcə olaraq, belə deyim, belə qapalı qızlar toy ərəfəsində, ərə getmə ərəfəsində gərginlik, nevroz yaşayırlar. Yəni, belə halda əslində üstünə getmək lazım deyil. Amma tək buraxmaq da olmaz. Belə insanlar çox vaxt yaxınlarından, doğmalarından daha çox qayğı, anlayış gözləyirlər. Bax, o olsa, o zaman tez bir zamanda toparlanacaq, əmin olun. Çox sağ olun etibar elədiyiniz üçün, mənlə bölüşdüyünüz üçün bu problemi. Sizdən bir xahişim var. Onun anası da sizin klinikada işləyir də, Leyla xanım. Elədir. Siz onunla da danışın, o qızı ilə söhbət eləsin. Bəlkə o da nəyəsə kömək eləyə bilər, düzdür, anasıdır. Sevil xanım, Leyla xanım özü də çox narahatdır. Amma dəfələrlə ona da demişəm ki, şişiriləsi bir şey yoxdur. Sadəcə olaraq belə halda onun üstünə getməmək kifayət edir. Zamanla toparlanacaq, rahat olun. O öz yerində. Çox sağ olun, Tural doktor. Mən sakitcə buradan gedib mənim burada olduğumu bilməsinlər. Rahat olun. Sağ olun. Siz sağ olun, sağ olun. Mən Vəfaya söz vermişdim. And içmişdim, inandırmışdım ki, biz bir də görüşməyəcəyik. Amma yenə də sözümün üstündə dura bilmədim. Leyla, mən də sənə söz verirəm ki, bu bizim son görüşümüzdür. Nə qədər də mənim üçün çətin olsa. Mənə daha da çətindir. Mənə sanki çox çətin olacaq. Çünki mən başa düş, mən sənə öyrəşmişəm. Biz hər mənada bir-birimizin yanında olmuşuq hər dəfə. Ona görə bilmirəm.
bilmirəm necə olacaq. Sonrası amma indi mənim üçün çox çətindir. Bəli, Sevil xanım. Salam Leyla xanım, necəsiz? Yaxşıyam. Siz necəsiz? Zəng elədim deyəm ki, Vəfa Tural doktorun yanına gəldim. Görüşüblər, danışıblar. İndi sizlə görüşək. Bu məsələni biraz geniş müzakirə edək. Nə deyirsiniz? Mən indi klinikada deyiləm. Çıxmışam. Birazdan yaxınlaşacağam. Onda danışarıq. Oldu Leyla xanım. Elə eləyək ki, bu işi batmayaq. Yaxşı? Yaxşı. Oldu. Hələlik. Hələlik. Öpdüm. Bu hardan gəldi yenə mənə tap deyə? Necə canımı qurtarım mən bundan? Hansı günahlarımın bu əzabıdır ki, mən çəkirəm? Əzizim, salam. Mənə əzizim demə, 100 dəfə demişəm sənə. İmkan vermərsən, adamın könlü bir dəqiqə xoş olar. Elə o dəqiqə bir söz tap ürəyimi qır. Başa düşmürsən, mən sənin ağzını çəkəs adam deyiləm. Sözünü də çıx get. Ay Tural, mən nə dedim ki, sənə belə özündən çıxırsan? Daha sən heç nə deməsən də olar. Elə səni görən kimi onsuz da əsəblərim korlanır. Mənim psixologuma bax da. Nəysə, sözünü də görüm. Dedin ki, sözümü deyib, həll eləyəcəm məsələni. Eşidirəm, hə? A, deyəcəm də, 2 dəqiqə səbrin olsun. Elə bil 6 aylıqdır. Deyirəm, xasiyyətin heç dəyişməyib. O vaxtda da belə idi, ne? Məni hövsələdən çıxartma, sözünü de. Cəmaat baxır, ictimai yerdəyik. Bir dənə çaysız deyəcəm. İç sözünü de. Fidan, nə deyəcəksən? Çox gözləyəcəm səni mən. Deyirəm də. Fidan, de, məni niyə əsəblərimi koruyursan? Belə getsə doğrudan mənim özümdə psixoloqa ehtiyacım olacaq. Ay, yaxşı görək, şişirtmə. Fidan, sözünü de. Tural, sən gedəndən sonra mən açığı çox peşman oldum. Yəni, başa düşdüm ki, səhv eləmişəm. Səhv eləmişsən. Sən buna səhv deyirsən, hə?
Nə dediyi yaxşı bilirsən. Axı xəyanət eləmisən mənə. Onda sənin qanını axıtmadım. Allahına şükür elə. Fidan səndən xahiş edirəm. Bu məsələ bitib bir dəfəlik bunu qəbul elə. Tural, yaxşı da, bayaqdan zarafat elirdim. Tural, yəni o nətər izah elimi? O ani bir səhv idi, ani bir təsadüf idi. O vaxtdan bəri özümə nifrət edirəm ki, yəni mən bunu nətər elədim. Amma mən bütün hisslərim sənə qarşıdır. Mən səni çox sevirəm, Tural. Nə olar Tural, qurban olum, bağışla da məni, nə olar. Yalvarıram sənə. Buna görə gətirmisən məni bura? Hə? Buna görə dedin ki, vacib işim var. Mənim işim gücüm qalıb, buna görə çağırdın məni. Bura eşidirəm səni. İndi sözünü de, çıx get. Tural, mən səni çox sevirəm, çox sevirəm. Sən nə olur, bağışla məni, qurban olum, çox sevirəm. Dan bəsdir, Camal, baxır. Nə olur, bir dəqiqə də çox istəmirəm ki, darıxmışam sənin üçün.